Biz neçə illərdir geyimin insan həyatına təsirini çox həfif almışıq. Geyimə bəzən önəm verməmişik, bəzən ayaqqabımızı silməmişik, təmizləməmişik, bəzən köynəyimizin ütülü olub olmamağına fikir verməmişik. Bunlar hər nə qədər cüzi detallar kimi görsənsə də, bir o qədər də mühüm əhəmiyyət kəsb edən detallardır. Hansı ki, geyim tərzi necə olmalıdır, geyim tərzi insan üçün nə anlam ifadə edir, sənin gözündən də olmasa, başqalarının gözündən geyim tərzin insanlara nə mesajı bildirir? Bugün bu videoda onun haqqında danışacağıq. Mən Mehrac, kanalıma xoş gəldiniz. Əvvəla geyim insan üçün nə anlam ifadə edir? Gəzməyə gedirik, qonaqlıqlara gedirik, metroya minirik, marşruta minirik, nə bilim dostlarımızla yığışırıq. Ümumiyyətcə, bəzən bəzi yerlərə, xüsusi yerlərə müxtəlif cür geyimlərlə gedirik. Məsələn, dükana gedərkən kostyum geyimirik. Məsələn, uzaq bir yerə gedərkən, şəhərə falan gedərkən biz gündəlik ev paltarları geyimirik. Niyə? Çünki hər yerin öz geyim tərzi var. Bəzən olur xırda detallar gözümüzdən qaçır. Məsələn, bir köynək olur, onu geyimlik, məsələn, qolunda qırışlar var. Hər nə qədər görsənməsə də, qıraqdakı insan üçün səliqəsiz imajı verir. Hər nə qədər səliqəli bir insan olsanız da. Elə bunu özünüzdən nümunə götürə bilərsiniz. Məsələn, qıraqda 2 nəfər düşünün. Siz bu 2 insanı tanımırsınız. Bu insanlardan birisi filosof, dahi, zəkalı bir insandır. Diğeri isə normal bildiyimiz bir insandır. Yüngülvari bir şeylərdən məlumatı var. Soldakı dahi adlandırdığımız insan metrodasınız məsələn. Normal gündəlik paltarları geyinib, amma sağdakı insansa biraz elitni paltarlar geyinib. Məsələn, kostyum geyinib, takım köynək geyinib, dəst geyinib, nə bilim klasik ayaqqabı geyinib. Digər tərəfdəki isə standart idman ayaqqabısı falan geyinib. İndi sizə görə hansı insan daha ağıllı görsənir? Məncə sağdakı. Niyə? Çünki o insanların heç birini tanımırsınız. Zaman keçdikcə insanları tanıyırıq, görürük. Amma belə bir atalar sözü də var ki, həqiqətən də çox yerində olub, insanı geyiminə görə qarşılayıb, xasiyyətinə görə də yola salırlar. Ona görə geyim insan həyatında çox önəmli bir yer kəsb edir. İkinci bir maddəmiz isə xarici görünüşlə daxili görünüşün fərqi. Sən xarici görünüşlə öz daxili görünüşünü digər insanlara biruzə versən. Məsələn, idmançı insanlar əsasən fit köynəklərə, bol köynəklərə üstünlük verirlər. Nə bilim, İş adamları daha çox qalstuk, bantik bu kimi şeylərə üstünlük verirlər və ya ütülü klasik şalvar geyinməyə üstünlük verirlər. Nə bilim, qaçış yarışması ilə məşğul olanlar, qaçışla məşğul olanlar daha çox klasik idman ayaqqabıları geyməyə üstünlük verirlər. Bu kimi şeylər olur, bu kimi müəyyən mövzular olur. Məsələn, qışın öz geyimi, yayın öz geyimi, müxtəlif tərz seçimlər olur. Geyim ümumiyyətcə insanın həm daxilini, həm də xaricini bir necə özünə verdiyi dəyəri digər insanlara mesaj kimi göstərir. Geyimin özgüvəndə rolu. Biz hər nə qədər də özgüvəni daha çox danışmaq, söhbət etmək, sosiallaşmaqla bağdaşdırsaq da, geyimlə də bir o qədər əlaqəlidir. Geyim dedikdə insan əgər məsələn nümunə verəcəm yenə, siz məsələn fikirləşin ki, çox sevdiyiniz bir paltar var. Əminəm hər kəsin bir dənə sevdiyi bir paltar var. Məsələn, bugün sıradan bir, məsələn, ingilis dili hazırlığım var. Sadəcə bir ingilis dili hazırlığıdır. Normalda ingilis dilinə nə gəldi, məsələn, geyinirsən, gedirsən, yaxın olduğuna görə. Bu dəfə şey yoxla. Yəni, ged o paltarını geyin. Özün fikir verəcəksən ki, özünü gün ərzində daha xoşbəxt, daha cümra, daha özgüvənli və daha rahat hiss edəcəksən. Niyə? Çünki sən özünə dəyər verdiyində, özün də, yəni beynin də sənə dəyər verməyə başlayır və bu mesajı verir ki, mən özümə dəyər verirəm, deməli mən onda dəyərliyəm. Amma sən məsələn günlük paltarları geyinsən, yenə hər zamanki kimi dediyimiz kimi insan olduğumuza görə rahata qaçan tipləri deyəcək ki, yəni bu insan harda olsa da, yəni mənim geyimimə dəyər vermir. Ona görə yəni çox da dəyər verilməsə də olar. Məsələn, geyim bəzən insana təsadüfi qarşılaşmalarda da kömək edə bilər. Məsələn, sinif yoldaşların olar. Məsələn, qaçışa çıxmısan, normal bir yürüyüşə çıxmısan. Əynində də sıradan paltarlar var, yəni ev paltarları. Bir də əlavədən ayaqqabı geyinmisən. Sən yürüyüşə çıxdığında, məsələn, sinif yoldaşların arasında bu əks cins olsun və ya həmcins olsun, bu fərq etməz. Artıq insanla söhbət edəndə özünü biraz narahat hiss edəcəksən. Niyə? Çünki istər-istəməz biraz baxımsızsan, saçına biraz şey eləməmisən, fikir verməmisən,
Nə bilim, paltarların biraz sadədir, nə bilim veya şalvarında məsələn toz var veya ayaqqabın biraz tozludur. Bu kimi şeylərə, detallara taxılmamısan. Çünki zaten yürüyüşə çıxmısan. Yəni bu kimi detallar sənin üçün üstünlük təşkil etmir. Amma halbuki biraz daha necə deyim, yürüyüş hər nə qədər klassik geyim demirəm, amma biraz daha üstünlük versək. Məsələn, ayaqqabı tozludsa ayaqqabını silə bilərik. Şalvarda məsələn bir iki xırda para detal varsa onu düzəldə bilərik. Məsələn, köynəyin sadə ola bilər, amma ütülü də olsa yenə də gözəl görsənə bilər. Sadə olsun, ütülü olsun. Ütülü olsa daha üstünlük olar. Məsələn, saçın biraz dağınıqdır. Məsələn, saçında biraz nə bilim dağınıqlıq varsa, məsələn, papaq taxa bilərsən, kepka taxa bilərsən ki, məsələn, zaten evə qaydanda çiməcəm, duş alacağam. Ona görə məsələn papaq taxa bilərsən. Bu kimi şeyləri yürüyüş zamanı edə bilərsən. Məsələn, təsadüfi qarşılaşmalar zamanı sıxıntıya, dara çətinə düşməsən, həm də yürüyüş müddətin boyunca özünü daha gümrah hiss edə bilərsən. Bunu tək yürüyüşə şamil etmirəm. Metro, avtobus, marşrut, gəzməklər falan filan, bunu hamısına şamil edirəm. İndi siz də istəsəniz tətbiq edə bilərsiniz. Bəs geyim tərzi necə olmalıdır? İndi hərənin öz zövqü var. Bir nəfər məsələn ağ şalvar geyməyi sevərkən, bir nəfər qara şalvar geyməyi sevir. Bir nəfər klassik ayaqqabı geyməyi sevərkən, bir nəfər spor ayaqqabı geyməyi sevir. O fərqlidir. Yəni geyim dediyiniz əvvəl ütülü olmalıdır. Məncə, mənim fikrimcə geyim dediyimiz əvvəlcə ütülü olmalıdır. İkinci əsas parfümlərdən, duxulardan, efirlərdən istifadə etmək lazımdır. Məsələn, başqası üçün də olmasa ən azından xoş iyi gəlsin deyə, yəni necə deyim, ətrafdakılar məsələn tər qoxusu ilə narahat olmasın deyə və ətrafda tər qoxusu varsa parfümdən istifadə edə bilərsən. Və ən əsası ayaqqabıların təmiz olmalıdır. Mən də hər nə qədər elə bilirdim ki, ayaqqabılara çox insan fikir vermir, məyərsəm verilmiş. Bu məlumatı da bir kitab vardı, oradan oxudum. Xüsusən də ayaqqabının arxası məsələn çox vaxt tozlu olur. İndi insanıq, bəzən olur, məsələn, hazırlığa falan gedəndə ayaqqabı baxmırıq, necə oldu geyinib gedirik. Amma həqiqətən də ayaqqabının tozunu almaq lazımdır. Özüm də yolda məsələn bəzən fikir verirəm ki, elə insanlar var ki, hətta elə insan deyil, çox insanın ayaqqabısı təmiz olur həqiqətən. Özümkü kirli olduqda və özümü narahat hiss edirəm. Ona görə ayaqqabını da təmizləmək, ayaqqabı təmizliyinə də riayət etmək lazımdır. Paltarlar ütülü olmalıdır. Duxlardan falan istifadə edin. Ayaqqabınız xüsusən təmiz olsun və necə deyim, monoton geyinməyin. Yəni məsələn 3 dəst paltarınız olsun. O bir dəsti 4-5 gün boyunca ard-arda geyinməyin. Məsələn, birinci gün bir dəsti geyinin, sabahsı gün bir dəsti geyinin, birisi gün bir dəsti geyinin, sonra təzədən qayıdın o biri dəstə. Yəni bu necə deyim, hər zaman necə deyim, biraz şey imajı verəcək, biraz kobud çıxacaq ifadəm, biraz aşağı imkanlı imaj verir. Yəni sadəcə bu paltarım var və mən bu paltarı geyinirəm imajı verir. Ona görə də bunda da diqqətli olmalısınız. Çünki geyimin xarici görünüşə təsiri bir o qədər böyükdür. Biz insan olaraq biraz ön yargılı insanlarıq. İnsanlar haqqında heç bir şey bilmirik, insanları tanımırıq. Geyimlərinə baxdıqda, vidlərinə baxdıqda, fasonlarına baxdıqda, saç stillərinə baxdıqda onlar haqqında müəyyən fikirlərə qapılırıq. Məsələn, deyir ki, bu insan biraz şeydir, təhlükəli tip oxşayır və ya bu insan biraz, nə bilim, mənə biraz səmimi gəldi ya və ya bir insan özünə çox da diqqət yetirmir, özünə çox da vaxt yetirmir, səliqəsiz bir tipdir deyə bir yanılmazlara düşə bilirik. Təbii ki, bu mən deyil, hər kəs, bütün insanlara şamil olunan bir şeydir. Ona görə geyim tərzimizə xüsusi özən, xüsusi diqqət yetirməliyik. Nəticə olaraq deyəcəyim odur ki, geyim tərzi insan həyatında böyük əhəmiyyət kəsb edir, özgüvən üzərində böyük əhəmiyyətləri var. Hər nə qədər xırda detallar kimi görsənsə də, bəzi geyimlərdə düzəliş etmək bir o qədər də vacibdir. Əlbəttə, hər kəsin öz zövqü var, hər kəsin öz geyim tərzi var. Geyim tərzi haqqında danışacaqlarım bu qədər idi. İzlədiyiniz üçün hər birinizə təşəkkürümü bildirirəm. Növbəti videolarda görüşənə qədər sağ olun, salamat qalın.